Azərbaycanda dəhşətli və deyərdim ki, çox nadir rast gələn bir hadisə, cinayət. 15 yaşlı oğlan müəmmalı şəkildə öldü. Ailəsi hadisəni gizlətməyə çalışdı və hadisəni törədən şəxsin kimliyini biləndə dəhşətə gəlir insan. Cəlilabadda yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib. Hadisə rayonunun Sərhədabad kəndində qeydə alınıb. 15 yaşlı şəxs yaşadığı evinin həyətindən döş nahiyəsinin kəsilmiş, deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin göstərdiyi səyə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin olaraq valideynləri uşağı yıxılaraq armatur parçasının bədəninə batması nəticəsində xəsarət aldığını bildiriblər. Lakin polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin başqa şəraitdə baş verdiyi müəyyən edilir və həqiqət aşkara çıxarılıb. Məlum olub ki, yeniyetmənin anası Səriqə Abdülhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. Ana saxlanılıb, faktla bağlı araşdırma aparılır.